ağzını kasmır. İndi sən kasmırsan, niyə kasırlar? Heç bir borcumuz olmadığı halda, birincisi mənə maraqlıdır ki, niyə bizə maliyyə arayışını vaxtında verməyiblər? Biz evin pulunu ödəyib, yəni tam qutarıb, ondan sonra müqavilə bağlamışıq. Müqavilədə də bu maddə var ki, sakinə mənzil o vaxt təhvil verilir ki, o pulu tam halda ödəyir. Yəni bu maddə qeyd olunub və çeklərimiz də var əlimizdə hazırdır. Amma bunlar bizə maliyyə arayışı haqqında heç nə deməyiblər. İndi də bu sakinlərin dediyi kimi qondarma pullar tələb eləyirlər ki, bunları verməsəz, adında dövlət rüsumu qoyublar. Maraqlıdır. Soruşanda da ki, göstərində sübut göstərin. Hanı dövlət, harda göstərir, hansı qanunda? Heç nə göstərə bilmirlər. Deməli, bugün bura gördüyünüz kimi yığışmamızın əsas səbəbi mənzillərimizə çıxarış almaqla bağlıdır. Çox sağ olsun cənab prezidentimiz 2019-cu ilin yanvar ayından etibarən çox mənzilli binalara çıxarışların alınması ilə bağlı müvafiq sərəncamlar verdi və bunun asanlaşdırılması ilə bağlı göstərişlər verdi müvafiq dövlət qurumlarına. Amma təəssüflər olsun ki, yaşadığımız Yeni Bakı şəhərciyi və onun rəhbərliyi Elnur Hüseynov bizim mənzillərimizə bu sərəncamdan irəli gələn öhdəlikləri icra eləməkdən boyun qaçırdır bütün vasitələrlə. Belə ki, asan xidmətdən və Dövlət Əmlak Komitəsinə mənzillərə çıxarış alınması ilə bağlı, belə deyək, maliyyə arayışı, sonra mənzilin eskiz layihəsi və MTK üzvlərinin protokolundan çıxarış lazım olduğu halda ilin 4 fəsli şirkəti və onun rəhbərliyi biz vətəndaşlardan bu sənədlərdən başqa təmizlik arayışı tələb edir. Dırnaqarası təmizlik arayışı. Biz başa düşə bilmirik bu təmizlik arayışı nədən ibarətdir və müraciət elədik ki, bu təmizlik arayışı nə ilə bağlıdır? Dedi, bir otaqlı üçün bizim Dövlət Əmlak Komitəsinə və onun rayon filialına biz 200 min, 300 min müvafiq günlərdə pul ödəmişik və o pulu sakinlər ödəməlidir və hər evə, mənzilə bu haqları bölmüşük. Bir otaqlıya 225 manat, 2 otaqlıya 250 manat, 3 otaqlıya 350 manat. Biz bu ödənişi, təmizlik arayışı adı altında ödənişi verdikdən sonra biz sizə o lazım olan Əmlak Komitəsinə ödənməli lazım olan sənədləri verəcəyik. Biz də axı soruşuruq, müraciət edirik. Qanunda belə bir şey varmı? Qanundan irəli gələn öhdəliklərdə belə bir bənd varmı? Artıq bizim suallarımız cavabsız qalır. İndi biz sakinlər əlacsız vəziyyətdə artıq burada yığışmışıq və haqqımızı tələb edirik. Ofislər yaxınlaşmışıq, təmizlik arayışı deyir. Bizim də borcumuz yoxdur. Ona görə qupçanı ləncidir, vermirlər. Ona görə gəlmişik bura. İndi nə qədər oranı ofisdən alsa 225 manat buradan istəyirlər. Orada da 600 manata yaxındır. Nədir bu təmizlik arayışı, nə olar? Joa kommunal, heç bir xidmət göstərməyiblər, Joa kommunalı deyir ki, kommunal borcunuzdur. Kommunala borcunuz var. Yox, nə müqavilə var, nə bir şey var, heç nə. 225 manatın söhbəti gedir. Mən də təmizlik arayışım var. Budur, bax, ödəmişəm. Girmişəm burada, indi dənə də mənə dəqiqdir ki, tezəldir, yenidən. 225 manat dövlət rüsumu ödəməlisən. Hansı səbəbə görə mən 225 manat nəyə görə ödəməliyəm? Təmizlik arayışı demir, büyür, təmizlik arayışımı var, gətirmişəm. Gənə həmən sözü söyləyirdi, 225 manat verəsiniz. Nəyə görə verəsini bilmirəm. Mən o məsələni gözləyirəm də yanmışam. Təmizlik arayışı müəllimmədir. Zahid xanım, biraz tez göndərin də zəhmət olmasa. Qadındır, biraz tez eləyin. Informasiya vasitəsi elədir bu. 2 haqqında qanun da var da. Rəsmi müraciətiniz edin, rəsmi müraciətinizə də rəsmi cavab verin.